alimlər deyirlər ki, əgər bir insan cərh olunması bir adama və yaxud da elm verməkdə yararsız olan bir insanları yönəldir və yaxud da onların eybini gizlədirsə, artıq həmin insanlara xəyanət etmişdir. Artıq həmin insanlara xəyanət etmişdir. Ona görə mütləq və mütləq elm, fərasət, bəsirətindən, Allahın nurundan istifadə etmək lazımdır. Hansı ki, Allah olmuş yalnız möminlərə verir, başqalarında yoxdur. Bəzi insanlar bilir, ayırt eləyə, lakin təəssüfkeşliyi buna güc gəlir. Təəssüfkeşliyi buna güc gəlir, bu şey neyini işə salıb tətbiq eləyə bilmir. Ona görə əziz qardaşlar, bu oxuduğum ayə, hədislər, ona görə ki, biz bunu həyatımıza tətbiq eləyək və bu günləri bizim buna çox ehtiyacımız var. Çünki elə bir cəmiyyətdə yaşayırıq ki, bugün internet devridir. İnternet də elə bir şeydir ki, necə ki, Şeyx məşhur deyir, hafizəhullah, internet elə bir şeydir ki, sanki tuvaletin içinə bənzəyir. Nə yöndən? Necə ki, görürsünüz, girirsən ayaq yollarından, görürsən kim cibinə uçqanı götürüb yazıb, kimi sigaretini götürüb sigareti ilə yazı yazır. Orada heç kim görmür ki, o elə düşünür də, düzdürmü? Nə gəldi, orada eləyir. Bu internet elə bir şeyə çevrilir. Kim əlinə nə gəldi, yazır, atır, paylaşır, kəsir, kiminsə sözünü kəsir, başqa söz yapışdırır, düzəldir, bəziyir, saxtakarlıqlar və s. şeylər eləyib atırlar. Ona görə elə internetdə tək güvənib, açım, nə gəldi, oxuyum, falan, nəyə gəldi, qulaq asım, belə şey eləmək olmaz. Orada haqq da var, batil də var. Və batil haqdan çoxdur. Batil haqdan çoxdur. Ona görə yalnız və yalnız ən böyük tövsiyə edeyim o ki, bu internetdən elm götürmə məsələsində yalnız güvənilən saytlərə girin. Yəni, harada gəldi, nəyisə axtarmayın. Müəyyən güvənilən saytlərin içində axtarın. Aydındır. Və həmçinin güvənilən elm əhlinin qrupları var. Ondan sonra onlarla təmas xətləri var, müəyyən sosial şəbəkələrdə. Onlarla təmasda olun, elmi onlardan götürün, dərslər var, falan var. Məsələn, gözəl kanallar var, o kanallara abunə olun, ora gələn yeni dərslərə həmişə siz də qulaq asın. İnan ki, indiyəcən keçilən dərslərdə əgər qulaq assanız, heç onları bitirməyə vaxtınız qalmaz. Nəyə ki, gedib başqa yerdə nəyi söyləmək. Görürsən ki, eşidirlər ki, filan kəs nəyisə danışır, biraz bəlağəti güclüdür, qışqıra-qışqıra danışır, nəşidlər qoşublar dərsinin fonunda və s. Görürsən, allanırlar, uyurlar. Ona görə mütləq çalışmaq lazımdır, Allaha dua eləmək lazımdır ki, Allah Teala bizdə həmin o fərasəti versin. Haqqı batildən ayırt eləmək, Allahın nuru ilə baxmaq qabiliyyəti versin. Və beləcə Allahdan istəyirəm ki, bizlərə haqqı haqq olaraq göstərib və ona yönətsin və batili batil olaraq göstərib, ondan uzaq tutsun. Ən doğrusunu Allah bilir.